Y kodları və qida əlavələri. Bəziləri zərərsiz olsa da, bəzilərindən uzaq durmaq lazımdır. Qida əlavələrinin Y hərfi ilə işarələnməsi bütün qida məhsulları paketlərində 1996-cı ildən peyda olmuşdur. Qidalara istehsal, emal, saxlama və qablaşdırma mərhələlərində qatqılar əlavə olunur və Y kodları ilə işarələnir. Qablaşdırılmış məhsulların üzərində inqridiyentlər tərkib bölümündə onları görə bilərik. Paketlərin üzərində yazılan Y124 Avropa İttifaqının standartlarına uyğun olan təhlükəsiz qida əlavəsidir sözləri əlavənin təhlükəsizliyinə təminat vermir. Birincisi, bu o demək deyil ki, bu əlavəni istənilən ölçüdə istifadə edə bilərsiniz. İkincisi isə Avropada icazə verilən şeylərə digər ölkələrdə icazə verilməyə də bilər. Qida məhsulları paketlərinin üzərində qeyd edilən Y kodlarının xüsusiyyətlərini bilmək faydalıdır. Ən təhlükəli qatqılar hansılardır? Sağlamaz həmin qatqılar barədə ətraflı məlumatı sizlərə təqdim edir. Y102, tartrazin, alkoqolsuz içkilər, taxıl lopaları, hazır keks və soslar Avstriya və Norveçdə qadağan olunub. Y110, gün batımı sarısı, FCF, qənnadı məmulatları, jeli, saqqızlar Norveçdə qadağan olunub. Y122, azorubin, dondurma, yoğurt, mürəbbələr Kanada, Yaponiya və Amerikada qadağan olunub. Y124, Ponso 4R, tort bəzəkləri, konfetlər ABŞ, Norveç və Finlandiyada qadağandır. Y211, natrium benzoat, meyvə şirələri, soslar, hazır konservlər bəzi insanlarda allergiya və həzm problemləri yarada bilər. Qida əlavələrinin zərərləri, allergiyalara, iltihabi reaksiyalara, baş ağrılarına, yorğunluğa, dəri və immun sisteminə təsir göstərə bilər. Bəzi əlavələr onkoloji və ürək problemlərinə, qaraciyər funksiyalarının pozulmasına və uşaqlarda hiperaktivliyə səbəb ola bilər. Mütəxəssis tövsiyəsi: çalışın, süni qida əlavələrindən və paketlənmiş qidalardan uzaq durun. Çünki bədənimiz təbii qidalarla daha sağlam olur.